Deməli, dostlar, Quran-ı Kərimdə çox təriflənən xüsusiyyətlərdən biri də yaxşılıq etməkdir. Allah Taala bir çox ayədə yaxşılıq edənləri xüsusi tərifləyir. Çox maraqlıdır, Quran-ı Kərimdə Allah bir dəstə insan var ki, onları çox sevdiyini söyləyir. Həmin qrupdan, dəstədən biri də yaxşılıq edənlərdir. Baxın, ərəbcəsində bu muhsindir, ihsan, yəni yaxşılıq etmək, muhsin, yəni yaxşılıq edən. Bizim adətənədə, bizim örfdə ihsan sözü daha çox maddi yardımla əlaqələndirilir, maddi yardımlara aid edilir. Məsələn, ihsan vermək deyəndə ancaq yeyib içmək verənlərə aid edilir bu. Amma Quran məntiqində ihsan təkcə maddi yaxşılıqlarla əlaqəli deyil. Bu ihsan həm də mənəvi yaxşılıqlarla əlaqəlidir, mənəvi xüsusiyyətlərlə əlaqəlidir. Məsələn, gəlin sizə çox sadə bir misal çəkim. Ali İmran surəsinin 134-cü ayəsində Allah buyurur ki: "Ellezine yunfiquna fis-sarra'i ve'd-darra." Bəzi insanlar həm imkan olanda, həm də çətin halda yaxşılıq edirlər, kimsələrə kömək edərlər. Baxın, bu maddi ihsandır, yəni maddi yardımdır, maddi yaxşılıqdır. Həmən ardından Allah buyurur ki: "Vel-kâziminel-gayza vel-afina anin-nas." Bu insanlar həmçinin əsəblərini boğarlar, qəzəblərini boğarlar və insanları bağışlayanlar, xəta edən, səhv edən insanları bağışlayanlar. Sonra Allah buyurur ki: "Vallahu yuhibbul muhsinin." Allah yaxşılıq edən insanları sevir. Baxın, görürsünüz burada muhsin, yəni ihsan edən, yaxşılıq edən. Baxın, burada yaxşılıq etmək təkcə maddi yardımla əlaqələndirilmədi. Bu həm də mənəvi keyfiyyətlərlə əlaqələndirildi. Yəni necə ki, maddi yardım edən, ehtiyaclı insanlara əl tutan insanlar bunlara ihsan etmiş, yaxşılıq etmiş olur. Həmçinin öz əsəblərini, qəzəblərini boğan və səhv edən insanlara qarşı onlara bağışlayan insanlar da bunlar da mənəvi yöndən bir növ ihsan etmiş, yaxşılıq etmiş olurlar. Yəni bu insanlar mənəvi cəhətdən zəngin insanlardır. Yeri gələndə mallarından xərcləyirlər, yeri gələndə insanları bağışlamağı bacarırlar və Allah Taala buyurur ki, Allah bu cür insanları çox sevir və Allah bu cür insanlarla bərabərdir. Allahın rəhməti bu cür insanlara çox yaxındır. Və bu elə bir xüsusiyyətdir ki, dostlar, bu mənəvi səciyyə olan ihsanın o mənəvi tərəfi, yaxşılığın mənəvi tərəfi, məsələn, bağışlamaq, səhvin üstündən keçirmək, bu elə bir üstün bir xüsusiyyətdir ki, Allah hətta bunu Peyğəmbərə belə əmr edir. Məsələn, Maidə surəsində buyurur ki, "Fa'fu anhum wasfah." O səhv edənləri bağışla. İnnallaha yuhibbul muhsinin. Çünki Allah yaxşılıq edənləri, yəni ihsan edənləri, yaxşılıq edənləri çox sevir. Aydındır, bu hər adamın bacaracağı bir iş deyil. Yəni işin maddi tərəfini ola bilsin çox insan bacarır, amma bu mənəvi tərəfi ki var, məsələn, qəzəbli halda qəzəbini boğmaq və ya səhv edən insanı bağışlamaq, bu artıq daha üstün insanlara məxsus bir səciyyədir, xüsusiyyətdir. Çünki hər adam bağışlamağı bacarmır. Hər insanın ruhu o qədər böyük deyil ki, səhv edən insanı bağışlasın. Məhz bu xüsusiyyətə görə Allah bu cür yaxşılıq edənləri nə edir? Xüsusi olaraq tərifləyir və buyurur ki, Allah bu cür insanları çox sevir.